Kim istəyirsə Allahın razılığını qazansın, namaz azan verilən kimi qılsın. Orta vaxtında qılmaq namazın savabıdır. Lap axır vaxtda belə qaça-qaçda gün çıxana yaxın qılmaq da ki, elə bir boynundan vacib götürüldü. Daha hesab kitab eləməyəcəklər. Lap belə günəş çıxana yaxında belə deyəklər. Esselamu aleykum, rəhmətullah, bərəkatü, günəş çıxdı. Maşallah hesabı bu dəqiqdir bu adam, başa düşdün? Hesab kitabla yaşayan adamdır bu kişi. Yuxusunu qurban verməyəcək ki namaza. Hə? Hələ maşallah, esselamu aleykum, günəş bir tərəfdən çıxdı. Hə, buna nə verərlər? Deyərlər, da içində öhdəliyi elədin, çox sağ ol. Orta vaxt qılsın, savabı var, əvvəl vaxt qılsın Allahın razılığı. Allahın razılığı. Razılığın əvvəli sübh razılıqla qazansın, bax, əvvəl sübh elə bir Allah'ı səndən razıyam, ya Allah başda. Gör, nə qədər adam, bizim hərdən gündəlik işlərimiz ki, qarışır, sübhümüz yaxşıdır. Hərdən görsən, hər şey elə bir şey üstümə gəlir, deyirsən. Biri oradan narahat edir, biri buradan yığır, biri oradan deyir, biri buradan söz deyir, heç nə düz gəlmir. Heç kəs sənə başa düşmür. Biraz da bunun bir səbəbi, demirəm həmişə belə, bəzən imtihandır. Bəzən də bir səbəbi də əvvəl sübh yaxşı başlamamışıq. Sübh yaxşı başlamamışıq. O rəhməti qəbul eləməmişik.